Növbəti söz Tərtər işi məhbusları ilə bağlı Müşfiq Əhmədliyə verilir. Müşfiq bəy. Salam, hər vaxtınız xeyir olsun. Kameranızı açsaydınız yaxşı olardı. Mümkünsə. Kamera açıqdır. Müşfiq, bir də söndürün, yenidən açın kameranı. Mən verəcəm sizə böyük ekranda. Ola bilər sonradan açılsın. Nə zəhmət olsun, kameranızı söndürün, yenidən yandırın və buyurun. Abid bəy, açıldı kamera. Sizin üçün açıq görsənirsə, siz buyurun, davam edin. İndi inşallah açılar, buyurun. Əziz və hörmətli sədr, Azərbaycan Xalq Parlamentinin millət vəkilləri, Azərbaycan xalqı, bütün dünyada haqqı deyən, haqqı söyləyən hər kəsə salam olsun. Mən də həm Azərbaycan Xalq Parlamentinin millət vəkili, həm də ki, Tərtər işi qurbanlarına bilgi olaraq bu işi həvalə etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Və mən də o cümlədən nə qədər ki, Azərbaycanda haqsızlıq, hüquq yoxdursa, bu həbslərin davamını və eləcə də ki, nə qədər ki, bu həbsləri günahsız yerə həbs olunmuş şəxslərin həbsdən azad olunmasını tələb edirəm. Bir də ki, Azərbaycan Xalq Parlamentinin millət vəkili olaraq mən Əhmədli Müşfiq Seymiroğlu hal-hazırda şərti adı Tərtər işi adı altında Beyləqan, Tərtər, Qazax, Ağcabədi, Şəmkirdə həbs edilmiş aşağıda adları çəkəcəyim 10 nəfər hələ də şərlənərək günahsız yerə həbsdədirlər. Onlar 150, 120 və 274-cü və digər hərbi maddələri ilə həbs həyatı yaşayırlar. Onlardan əsgər Oqtaylı Oqtay Arazıoğlu 17 il həbs cəzası alıb, hal-hazırda həbsdədir. Ciddi rejimli cəzaçəkmə müəssisəsində həbs həyatı yaşayır. Sonra müddətdən 2016-cı Oqtaylı Oqtay 2015-ci ildə həbs olunubdur. Müddətdən artıq hərbi qulluqçu Kiçik Çavuş Qasımov Eşən Qasımoğlu o 2016-cı il oktyabr ayında Ağcabədi hadisələri ilə həbs olunublar. Onlardan o ömürlük həbs cəzası, o 134, 150 və 274-cü və digər maddələrlə həbs olunsa da ömürlük həbs cəzası alıb. Hal-hazırda Qobustanda qapalı rejimli cəzaçəkmə müəssisəsində həbs həyatı yaşayır. Sonra Gizir Lətifov Lətif Ziyadoğlu. Burada bir məqama diqqət yetirmək istəyirəm ki, Abid bəy, siz özünüz də bu haqda bəlkə də bilirsiniz. Onlar 120.2.1, 120.2.3, 120.2.6, 134 və 274-cü maddələr və digər ağır maddələrlə həbs olunsa da belə, burada onlar Qasımov Eşənə ömürlük, bunlar da ölüm hadisəsi, ölüm maddəsi qoyulsa belə onlara 20 il, Lətifov Lətifə 20 il həbs cəzası verilibdir. Hərbi prokurorluq rüşvət alaraq həmən örtbasdır eləyibdir. Qasımov Eşən rüşvət vermədiyi üçün hərbi prokurorluğa, Xanlar Vəliyevcilər o ömürlük həbs cəzası həyatı yaşayır. Lətifov Lətif 20 il həbs cəzası alıbdır. Ondan sonra Leytenant Əlimanov Zamiq Zahidoğlu, o da 274-cü, 134, 150 və digər maddələrlə həbs həyatı yaşayır. 19 il həbs cəzası alıbdır. Füzuli rayon hərbi məhkəməsinin qərarı ilə. Oqtaylı Oqtay isə Gəncə hərbi məhkəməsinin qərarı ilə həbs cəzası alıbdır. Sonra Maxi Çavuş Heydərov Daşqın, o da 19 il həbs cəzası alıbdır. Hal-hazırda həbsdədir, günahsız yerə həbsdə yatır. Sonra Maxi Cavadov Ruslan Mirağalıoğlu, o da 16 il həbs cəzası alaraq günahsız yerə həbs həyatı yaşayır. Sonra 2015-ci ildə daha həbs olunan şəxslər var ki, burada adlarını mən onlar haqqında Abid bəy, tam ətraflı məlumatım olmasa da adları aldıqları cəzalar barəsində məlumatım var. Maxi Əliyev alim həbsdədir, 15 il həbs cəzası alıbdır. Ondan sonra burada Əmrahov Ziyar Rafiqoğlu 11 il həbs cəzası alıbdır. Abbasquliyev Cavad Vahidoğlu 10 il həbs cəzası alıbdır və hamımızın tanıdığı Məsəd xanımın övladı Gizir Hüseynov İsmail İntiqamoğlu, o da həmən maddələrlə 274, 150 və digər maddələrlə təqsirləndirilərək 15 il həbs cəzası alaraq hal-hazırda həbsxana həyatı yaşayır. O mübarizəsini davam edirlər bunlarda. Biz də onların həbsdən azad olunmasını tələb edirik və buradan bir şeylərə də qeyd eləmək istəyirəm ki, biz hərbi prokurorluğun ləğv olunmasını,
Müdafiə Nazirliyində yenidən araşdırmalar aparılmasını, Tərtər işinin ümumdən yenidən araşdırmaya verilməsini, çünki biz də Tərtər işində istəyir, indiyə kimi zərər çəkmiş və o işdə qətlə yetirilmiş şəxslər var ki, istəyir Beyləqanda, istəyir Tərtər işində, onlara hələ də şəhidlik statusu verilmir, hüquqları bərpa olunmur, cinayətin tam ştabı, tam əhatəsi, cinayətkarların tam əhatəsi təyin edilmədən cinayət işi başlanıbdır, icra edicilər həbs olunubdur, ancaq ki, sifarişçilər, bu işin başında duran şəxslər Xanlar Vəliyev, Zakir Həsənov, Zakir Qaralov və digər ümumilikdə bu işin əmrin verən şəxslər hələ də ki, azadlıqdadır, Nəcməddin Sadıqov azadlıqdadır. Heç biri bununla bağlı heç bir cinayət məsuliyyətini Hikmət Həsənovdur, Teymur Məmmədovdur, heç belə çağırılıb sorğu-sual belə olunmayıblar bu şəxslər. Bu şəxsləri mən deyərdim ki, elə hakimiyyətin özü qoruyur. Ona görə ki, qorumasaydı bugünkü gün onlar həbs olunardılar, həbs cəzasalardılar. Mən, Abid bəy, bu Xalq Parlamentinə siyasi fəaliyyətə qoşulandan sonra mənə qarşı təhqirlər daha çox var. Mən hətta ölüm təhlükəsi ilə belə, hədəsi ilə belə hədələyirlər ki, səni öldürərik, yəni çıxıb canlılarda danışma, TikTok səhifəsində çıxış eləmə. Yəni buradan demək istəyirəm ki, qoy hər kəs də bunu bilsin, aşkara çıxasın ki, mənim başıma gələcək hər bir hadisədən, yəni bu siyasi hakimiyyət, siyasi qurum bu işi haqqında, mən əsas Xanlar Vəliyevin haqqında danışdığım üçün mən deyərdim ki, Xanlar Vəliyevin əhatəsindən mənə qarşı bu təpki gəlir və buradan da demək istəyirəm ki, mənim başıma gələcək hər bir hadisəyə görə cavabdeh o şəxslərdir. Bu qədər. Başqa nə sualınız olsa qeyd eləyərdim. Verərdiniz, sualları cavablandırardım. Çox sağ olun Müşfiq bəy. Biz bilirik ki, siz Tərtər işində zərər çəkmiş kimi məhbus həyatı yaşamısınız. Azadlığa çıxandan sonra səhhətinizdə olan problemlərə baxmayaraq, indi səsləndirdiyiniz kimi təhdidlərə baxmayaraq, həm öz hüquqlarınızın müdafiəsi uğrunda, həm də həbsdə olanların azadlığa çıxması üçün mübarizə edirsiniz, mübarizə aparırsınız. Alqışa layiq davranışınıza və dolğun çıxışınıza görə sizə öz minnətdarlığımı bildirirəm. Təşəkkür ederim.